ikimizə də deyilən natural ədəddir. Sonsuz saydadır. Əsasən natural ədədlərdən nə düşür? Bax, məşhur suallar. Nə bilim, tək natural bölənlərinin sayı, cüt natural bölənlərin sayı, sadə bölənlərin sayı, mürəkkəb bölənlərin sayı, sadə olmayan bölənlərin sayı və s. Bu tip suallar məşhur suallardan, yəni naturallarda. İndi naturalda 3/5 düşməyəcək ki, bu tip sual düşəcək də. İndi məsəl üçün, adicə biz bilirik ki, ədədin natural bölənlərinin sayı düsturu nə idi? A plus 1, B plus 1 və müəllimlər C plus 1 və s. bu cür gedir. Məsələn, desək ki, 40-ın natural bölənlərinin sayını tap. 40-ı sadə vuruqlara ayırırsan. Ayıram. 5, 5. Deməli, 2-nin kubu vur 5. Baxın, 3-dən bir dənədir, 3/1, 4. 5-dən bir dənədir, 1/1, 2. Deməli, 8 dənə natural böləni var. Bəs neçə dənə tam böləni var? Tam bölən deyəndə mənfilər də nəzərə alınır. Ona görə ki, natural bölənin sayını 2-yə vuranda tam alırsan. Deməli, 16 dənə tam böləni var. Bəs yaxşı müəllimlər, mənə bir ədəd verərdi. İndi aranızdan bir nəfəri seçəcəm. Məsələn, bir ədəddir burada. Tutalım ki, 2/7, 3/5, 6/4. Aranızdan bir nəfəri seçirəm. Qoyacam o bir nəfər kim olsun. Məsələn, var Bəsti Səfərova. Bəsti müəllimə. Bəsti Səfərova. Bəsti müəllimə səsinizi aça bilirsiniz? Yox. Yaxşı. Sədiqə müəllimə var idi, Bağırova kimi idisə. Bax, o əl qaldırmış. Nəysə. Bəli, müəllimə, buradayım. Aha, bəli, şükür. Müəllimə, desəydim ki, verilmiş ədədin tək natural bölənlərinin sayını tap. Tək natural bölənlərin sayı necə tapılır? Müəllimə, mən adətən natural bölən belə olanda natural bölənlərin hamısını tapıb, bir də cütlərini tapıb. 6 cütdür də. Əvvəlcə 6-nı parçalamaq lazımdır. Yaxşı yol deyil. Yaxşı yol deyil. Əvvəlcə 6-nı parçalamaq lazımdır. 2/4. Təklərlə istəyirik. 3/4. Müəllimə, onu da gözləyin, mən özüm deyim. Sizin yol uzun oldu, yox. Deməli, gözləyin. Deyim müəllimə. 211, bir dəqiqə mənim səbir olun. 211, 3/9, Всё, budur. İndi bizə deyir ki, tək natural bölənlər. Yadınızda saxlayın. Tək natural bölənlərin sayı deyəndə ancaq təkin dərəcəsi ilə işləyirlər. 9-un üstə bir gəlirlər, deməli 10 dənə tək natural böləni var. Yəni bir sözlə görürsünüzmü? Bu yol daha rahatdır, bir addımda tez. Amma desəydilər ki, məsələn, verilmiş ədədin cüt natural bölənlərinin sayını tapın. Yadınızda saxlayın ki, verilmiş ədədin cüt natural bölənlərinin sayı dedikdə məsələn, 2/8, 3/5, indi rahatın verirəm də, 5/7. Verilmiş ədədi 2-yə bölüb sonra işləyirsən. Əlinin altında nə qalsa onu işləyirsən. Məsələn, böldüm elə, yerdə qaldı 2/7, vur 3/5, vur 5/7. Deməli, bax, bunların natural bölənlərin sayını tapırsınız. 8 vur 6, vur 8. Yəni 64 vur 6. 24, 38. Yəni 384 elədi. Qutardı, getdi. Müəllimə, cütləri istəsə? Hə, bəli. Yazın ora. Cüt natural bölənlərin sayını istəyəndə 2-yə böl. Əlində nə qalsa onların natural bölənlərin sayını tapın. Qaytarın, onu da nümunə üçün yazaq. Şimdi buyurun. Cüt natural bölənlərinin sayı dedikdə 2-yə böl. Əlində nə qalsa onunla işlə. Belə yazsaq ipucu kimi tez biləcəksiniz. Sonra sınaq gətirəcəm ekrana. Mən sizə deyəcəm hansı mövzudan nə işləyəcəyik. İndi bu günləri sizdən qəşəng sınaqlar işləyəcəm mən. Müəllimə, o göndərdiyiniz 10 dənə sınaq var, o 4, sonra bundan izahları var. Bəli. Bir dənə şeyinki yoxdur. 6 aprellə yoxdur. 7 aprel yoxdur bugünkü də. İndi bugün göndərəcəm onu. 7 aprel. Hə, 6 aprel yoxdur, 7 aprel yoxdur. İndi bugün göndərirəm onu. Hətta sabahınkini də vururam. Mən onu qrupdan necə tapa bilmirəm. Aha. Müəllimlər, səslər bağlayın. Söhbət eləmirik. Xahiş edirəm. Nə sualınız var, əlavə qrupda yazarsınız. Aha, hə, belə dərslə bağlı sual verin. Müəllimə, tək natural bölənlərin sayı deyəndə təkin dərəcəsi ilə işləmək lazımdır. Belə yazın. Sonra,
Gözəl insanlar. Məsələn, bir ədəd Müəllimə bir sual vermək Mürəkkəb olar. qaldı yes. Müəllimə, Buyurun, əlbəttə olar. müəllimə cüt deyəndə biz ikiyə bölüb ancaq təkin də üstünü götürdük də. Bəli, bəli. Mən doğru Təkdə düzə ancaq dedim. Baxın, cüt başa natrobənlərin düşdüm. sayı deyəndə 2-yə Bir bölür. ikiyə bölür Əlində də. də qalır. Əlində nə qaldı? İstəyir tək qaldı, cüt qaldı, hər nə qaldısa onunla işləyir. Hamısını başa düşdüm müəllimə. Ancaq tək götürülür. Ay, təkdə bir dənə də o yedinka qaydadır ki, təkinlərə də sinə işləyirsən, test tapırsan. Hə, Bir çox dənə sağ bir olun baxın, müəllimə. buyurun. Başa düşdüm. Bax, məsəl üçün belə bir ədəd verər. Deyər ki, bunun nə bilim, sadə bölənlərinin sayını tapın. Yadınızda saxlayın, neçə dənə müxtəlif sadə vurğu varsa, o qədər də sadə böləni var. Deməli, 3 dənə sadə böləni var. Və yaxud da ki, 3 dənə müxtəlif sadə vurğu var. Məsələn, mən sizdən soruşsaydım, sadə olmayan bölənlərin sayı. Sadə olmayan bölən sayı. Sadə olmayan 30 saniyə vaxtınız var. Bölən sayı. Tapın görün. Səs-küy yaratmırsınız. 30 saniyədən sonra mən özüm stop deyib keçəcəm izaha. Sadə olmayan bölən sayı. Bax, verilmiş ədəddir. Mən sizdən soruşuram sadə olmayanları. Görək kim yaza biləcək. Müəllim, belə də dilimizdən deyə bilərik cavabı. Yox, özüm deyəcəm. Özüm. Hə, tapmışıq yəni. Yoxsa xor yaranacaq. Mən 30 saniyəni gözləyirəm. 30 saniyəni gözləyirəm, sonra getirəm izahı. Deməli, müəllimə, yüksək bal qrupunun dərsi sabah 3-cü gündə elə. Hə. Deməli, müəllimlər, bax, bu tiplərdə qayda belədir. Sadə olmayan bölən sayı deyəndə natural bölənlərin sayından çıxacaqsınız sadə bölənlərinin sayını və tapacaqsınız sadə olmayanı. Məsələn, natural bölənlərin Müəllim, bir də sayı çıxırıq, müəllim. çıxacaq. 645, xeyr, bir çıxmırıq. İndi gözləyin, mən Mürəkkəbdə sadə olmayan deyirəm. Xahiş edirəm, bazar yaratmayın müəllimlər. Mən sonuncu dəfə xəbərdarlıq edirəm. Gözləyin, mən izah edeyim. Əgər səhv izah eləsəm, səhvimi düzəldərsiniz. Yaxşı? Səhv izah eləmirəm ki. Deməli, mən soruşdum sadə olmayan bölənlərin sayı. Deməli, natural bölənlərin sayı 9 vur 9 vur 8-dir. Sadələr də 3 dənədir. Oradan biri çıxmırsınız. Mən soruşuram ki, sadə olmayan. Siz 3 dənə sadəni çıxandan sonra yerdə qalanlar sadə olmayanlardır. Çünki bir nə sadədir, nə mürəkkəbdir. Ona görə də elə bundan, yəni 81 vur 8 nə qədər edib bu görüm. 648-dən 3 çıxacaqsınız, cavab verəcək 645. İndi sorursaydım ki, indi qulaq asın mənə, mürəkkəb bölənlərinin sayı dedikdə isə mürəkkəbdə belirlər. Natural bölənlərin sayından, bax, indi Mehbara müəllimə, siz deyənə indi gəlirik. Natural bölənlərin sayından sadələri çıxırsan və biri çıxırsan. Çünki bir nə sadədir, nə mürəkkəb. Yəni bunlarda diqqətli olun. Oldu mu müəllimlər? Bax, belə yazacağıq. Arzu müəllimə, bir sual verə bilərəm. Aha, buyurun. Bir də təkrar edin. Orada 3/7 vur 5/8 vur 2/8-də bəs tək bölənlərin sayı 2 dənə tək ədəd var. Hansının üstünə biri gələcək? 8-in yoxsa 7-nin? Yox, canım gözüm, təklər hansını görürsünüz ikisində? 8 vurdu. İkisini də. Bəs nə? Təklərin dərəcəsi ilə işləyirik də. Yaxşı. Bəli. Deməli, gözəl insanlar. Sonra, bax, bura qoy bir düsturu yazdım. Xahiş edirəm, sual da verəndə qəşəng növbə ilə sual verək ki, Zoom dərsidir də, orada səs-küy yaranmasın. Sonra, deməli, sadə bölənlərin sayı dedik. Sadə olmayan olanda, natural bölənlərin sayından sadəni çıxırsan. Bax, sadəni. Sadə ədəd nədir? Birə özünə bölünən ədədlərdir. Mürəkkəb bölənlərin sayı deyəndə mürəkkəb. Natural bölənlərin sayından sadəni çıxırsan və biri çıxırsan. İndi xahiş edirəm müəllimlər, orada 3 nöqtə yeri var. Kimə dərsin harası qaranlıq qalıbsa, xahiş edirəm əl işarəsi var. Bax, əl işarəsini qaldırın, sualınızı verin. Hamı birdən sual versə müəllimlər, Zoomda qarışıqlıq yaranar, yəni xor yaranar. Xahiş edirəm, kimin sualı varsa əl işarəsi gəlsin və desin ki, müəllimə, mən bunu başa düşməmişəm. Bura qədər problemimiz yoxdur ki.
Bax, səsiniz gəlmirsə, deməli yoxdur. Yaxşı, bu getdi. Sonra müəllimlər bunu elədik. Başqa qeyri-adi bir şey gəlməz. Var ədədin ortaq natural bölənlərinin sayı. Məsələn, mən sizə ünvanlayıram bu sualı. 30 saniyə vaxtınız var. Yerdən səs-küy salmaq yoxdur. 70 və olsun 90-ın ortaq natural bölənlərinin sayını tapın. Natural bölən. Natural bölən. Ev tapşırığı verəcəm ha müəllimlər. Elə bilmir ki, tapşırıq verməyəcəm. Tapşırıq verəcəm sizə. Sayı. Buyurun. Deyəcəm hansı nömrələri işləmək lazımdır. Yaxşı. Amma mən onda kaydı bağlayacağam. Kaydı bağlayacağım çünki başqa şeylər deyəcəm orada sizə. Nəysə də. Həmin hissədə kaydı bağlayacağım. Siz dəftərlərə qeydlərinizi götürərsiniz. Deyəcəm hansı işləmək daha səmərəlidir. Yəni kayıtda olmayacaq, ev tapşırıqlarımızı vərəqəyə yazacaqsınız. Ay sağ olun. Müəllimlər, ortaq söz eşitdirsə, birinci əbob var. Əbob, baxın müəllimlər, 70-90 əbobunu tapırsan, eləyir 10. Onun natural bölənlərinin sayı tapın. 10 nə deməkdir? 2 vur 5. Dərəcəsi nədir? 1-in 1-ə, elə? 1, 1. 1 üstə 1 gəlsən 2, vurursan 2, 4. Deməli, 4 dənə ortaq natural bölən sayı var. Həqiqətən də müəllimlər, saysanız görərsiniz ki, ortaq natural, məsələn, 1 onda da var, bunda da var. 2-yə o da bölünür, bu da bölünür. Nə bilim, 5-ə həm 70 də bölünür, 90-da, bir də 10-a. Görürsünüz, eyni şey gəlir, çıxır. Sadəcə bu qaydalar bizə kömək edir ki, biz cavabı daha tez ala bilək. Sonra vətəndaşlar, bax, var, nə? Deyim sizə. Gəlir əbob və çobun qaydaları. Bax, əbob. Müəllimlər, əbobun qaydası kök altında, bilirsiniz də bunu. AB bölək C. Əçobun qaydası, bax, bunları hər kəs bilməlidir, çünki lazım olur bizə. A, B, C. C burada ortaq olmayan qrupların hasilidir. Daha sonra müəllimlər, bir də şey var. Əçob AB, vurulsun əbob AB. Axırda bir dənə hobi yarım saatlıq ehtimal eləyərik, hə müəllimlər? Birini mən izah eləyərəm, birini siz yazarsınız. Yadıma salın. Bəli, müəllim. Ehtimal eləyək. Yadımızda. Ehtimalı repriviçka kimi eləyək getsin. Bəli, elə hər dərs eləsək müəllim axırda yaxşı olar. Əlbəttə, hər dərs yarım saat ehtimala ayırsaq, bizim elə bir ki, imtahanda 5 dənə sualımız nəqdi cibimizdə olacaq. Elə bir ki, 12 yarısına qədər dərsimizdir, yarım saatda, nə baxarıq da enerjimiz nə qədər dözərsə, o qədər də ehtimal işləyərik. Başa düşdünüz müəllimlər, bu belədir də onsuz da. Əkob abi bölünsün əbob abi də C qayda. Mən hələ ki, mən düstur təkrarladıram. İndi çalışmalar üzərində qəşəng işləmələr eləyəcəyik. Əkob abini də bölsən əbob abiyə bizə nə verəcək? C qaydası. Nəysə müəllimlər. İndi qaydaların demək olar ki, hamısını təkrarladıq. İndi daha çox çalışmalar üzərində həll eləyəcəyik. Mən indi kaydı bağlayıram. Qeydlərinizi götürürlər. Yox, indi öz yanımda işləyirsiniz. Kaydlar da qalacaq. 1, 2, 4. Cəmalətin müəllim 3 dəqiqə xahiş edirəm. 3 dəqiqədən sonra stop deyin. Yazdınız, yazmadınız 3 dəqiqəyə başlayırıq. Çünki mən sizə sürətə də vərdiş elətdirməliyəm. Lənçlik keçmişdə qaldı. Arzu müəllimə özür istəyirəm. Bu hansı kitabdandır? Bu müəllimə toplu şeydəndir. Nədir onun adı? 2023 birinci hissə. Atıram indi mən qruplara ev tapşırığımızı. Birə-bir işləyin ha müəllimlər. Bir də qaydasını təkrarlayın. Mən səhifə neçədir birdən deyərdi. Canım gözüm, bu toplu deyil. Bu ekrandakı mənim sınağımdır. Elə bilirəm ev tapşırığını deyirsiniz. Çox, söhbət eləmədik. Cəmalətin müəllimin də vaxtı deyəcək, baxalım. Bu tapşırığı bütün qruplara atıram. Yəqin ki, çaşmazsınız. Çox.
Tamam Ədim müəllim, vaxta görə sizə ümidliyik ha. Hem de rahat olmaz. Hı -hı. Üç dəqiqə bitdi Cəmaləddin müəllim. Bəli, vaxtdır. Aha, Bəli. yox, əla. Deməli, gözəl insanlar. İndi bəzən sizə əlavə suallarda izah edəcəm, qoyun yadınızda qalsın. Natural ədədlərin bölünmə qaydasını bilirsiniz də. Məsələn, 3-ə bölünmə qaydası, rəqəmlərin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. 4-ə bölünmə qaydası son 2 rəqəmi 4-ə bölünən ədəd 4-ə bölünür. Yaza bilmədim, müəllim. Son Onu 2 rəqəm. ekrana götürdüm. Aha. İndi müəllimlər, bunun üstündə xətt var da, əslində bura düşür. Deyir 3-ə bölünüb 4-ə bölünməməsi üçün emin ala biləcəyi qiymətlərin cəmi. Bu dəqiqə mənim əlimin altda 4, 2, 8, 7 və 4 var. Bir də M hərfi var. 5, 7, 15, 22, 26. Əlimin altda 26 var. 1 qoysam, görürsünüzmü? 1 qoysam 27 olur, amma 14 4-ə bölünmür. Deməli, dınq. 1-i götürdüm. Bax, yazıram bir qırağa. 1-i götürdüm. 2 götürsəm 28 olar. 28 3-ə bölünməz, amma 24 olsa 4-ə bölünər. Bu olmaz. 4 götürsəm 30 3-ə bölünər, amma 4 götürsəm 44 4-ə bölünər. Axı bizə deyir 4-ə bölünməsin. Yaxşı. 7 götürə bilərəm mən elə gəlir. Çünki 7 götürsəm 33. 33 3-ə bölünür, amma 7 götürsəm 74 4-ə bölünmür. Gördünüzmü? Sonra 9 da götürsəm olmur, 8 də olmur. Deməli 1 ilə 7 gözəl insanlar. Cavab da elədi 8. Başa düşməyən varsa işarəsi qaldıra bilər. İndi mən gözləyib buna uyğun sizə 7-ni götürdük. 74 4-ə bölünmür da. Bəli. Elə bir ki 3-ə bölünəcək. Ona görə 7-ni götürdük. Cəmicə 8. Bilmədim, 34. Yəni bunlar indi normal suallar səviyyəsində düşə bilər, düşsə, yoxsa çətinlik içində olar bu? Müəllimə, vallah, billah, inanın mənə. Bax, mən illərdir bu işlə məşğulam. Mən dəli deyiləm ki, bu boyda müdavim. Ölkədə 800 müəllim kəsilibsə, onun 120 nəfəri də bizim qrupdadır. Bu böyük bir göstəricidir. Sizcə mən sizi riskə ataram, yəni o boyda nəticənin qabağında. Atmaram axı. Yəni mən nə deyirəm, məni eşidin də, nə olar? Bax, keçən illəri bizim nəticələrimiz gördünüz necə yaxşı oldu. Hansı sorun? Allah köməyinizdə dursun. Elə belə nəticələr yox ha, müəllimlər. Yüksək nəticələrimiz oldu. Yüksək oldu. Ona görə də siz qorxmayın. Mən deyəni bir dənə eləyin. Heç vaxt ola bilməz ki, gözəl insanlar Arti nə tip sual verərsə versin. Ola bilər ki, Arti axınlara yaxın bir çətin sınaq verər, sizi motivasiyadan salar. Amma mən illərdir bu işin içindəyim. Mən sizdən bəlkə də uşaq olaram. Amma ki, yəni mən bu işin içindəyəm, müəllim. Heç vaxt sertifikasiyada nətər ola bilər ki, keçən illəri asan 40 dənə düz orada asan sual var. Asan suallar var. Gəlsinlər bu il kəsilənlərə ondan çətin salsınlar. Mümkün deyil. Mümkün deyil, müəllimlər. Belə bir sistem yoxdur. Hətta sizə onlardan asan düşəcək. Amma yaxşı oxumaq lazımdır. Deməli, müəllimlər. İkincisi mən yazmışam. Gözləyin, hələ şey demirəm. Müəllimlər, mənim belə bir xasiyyətim var. Bir suala uyğun bir neçə qohum sual deyəcəm sizə.
Bax, məsələn, belə bir sual düşə bilər. Elə bir ideya gəlir də mənə, başa düşürsünüz? 34 vur 318, 6, 8, 9, eləmi? Deyirəm ki, verilmiş ədədin, bax, burada laf qoy bunları da döşüyüm, 5-ə bölünməsindən alınan qalığı tapın. 20 saniyə vaxtınız var. Yerdən qışqırmaq yoxdur. 5-ə bölünməsindən alınan qalıq. Qalıq istəyirəm sizdən. Deyirəm müəllim, deyə bilərik. Yox, demirsiniz. 20 saniyə sakitcə düşünürsünüz, sonra mən izah verirəm. Mən də deyə bilərəm. Ay müəllimlər, xahiş olunur, yerdən danışmayın. Qalacaqsınız burada. Müəllimlər, Birisi sadəcə boşunu. Baxın. Müəllim, siz səsi bağlaya bilmirsiniz. Çox danışıq olmasın da. Toya dava çəkəyindi, dayanın görək. Biz tərəfdən müəllimlər bir kənd var, şeydir. Qonşu kənddir. Deməli, o toyda yavasız, dırmıqsız iş getmir də. Ağırda bir-birlərini çapırlar. İndi biz də. 2 saat sonra da toy qutarıyıq. 2 saat sonra da toy qutarıyıq. İndi müəllimlər, qoyun enerji ilə başlamışam. Öldürməyin məni. Yava dırmıqla gəlməyin də. Deməli, gözəl insanlar. 5-ə bölünmə qaydası nədir? Son rəqəmə baxırıq. Mən də son rəqəmə baxıram, görürəm qalıq 4-dür. 9-u bölsəm, görürəm ki, qalıq 4-dür. Bax, vurma işarəsi var, müəllimlər. 4 vur 4, eləyir neçə? 16. 16 heç 5-ə böləndə qalıq 16 eləyə bilərmi? Yox. Təzdən bu 16-nı götürün 5-ə bölün. Deməli, qalığınız olacaq 1. Sonra sizə bir dənə sual deyəcəm. Qoy indi Yaqubovda açaram, bax sizə göstərərəm. Yaxşı, bunu işləyin, Yaqubovda qəşəng suallar var. Məsələn, bir dənə də belə sual ola bilər. Olar, mən dediyimi nətər yazdım. Yox, mənim onu demirik. Sonra bax, məsələn, bu ədədin 9-a bölünməsindən alınan qalığı tapın. 40 saniyə vaxtınız var. Kənar səsləri bağlayışın. Çünki dava qızayışın olacaq indi. Mən bir tapdım müəllim. 10 saniyədən sonra izah edin. Arzu müəllim, burada 9-a yazmısınız. O nədir? Nə tələb olunur? 9-a. O Azərbaycan dilində defsdir. Yox, hədə çıx deyil, yox, defs başqa şeydir. 9-a şəkilçiləri belə yazırlar da. Deməli, müəllimlər, 9-a bölünmə qaydası nədir? Rəqəmlərini bilirəmmi? 9-a bölünən ədədlər 9-a bölünür. Toplayıram. 9, üstə 6 gəlirsən 15, üstə 7 gəlirsən 22, bu da 30. 30-u 9-a bölürsən, qalıq 3. Bax, yazıram başının üstə 3. Müəllimlər, buna baxın. 2, 4, 7. 7-ni 9-a böləndə sizə desələr qalıq neçədir? Denən 7-dir. Narahat olmayın, 7 eləyəcək. Məsələn, 3-ə 5-ə bölürsən, qalıq neçədir? Denən 3-dür. Heç bir problem yoxdur. Moddan gəlir o qayda. Müəllimlər, yazıram bura 7. Ay gözəl insanlar, 3-ün üstə 7 gəlirəm də, ortada toplama işarəsi var. Eləyir 10. 10-u 9-a böləndə neçə eləyir? 1. 1-in kvadratda yenə 1-dir də. Deməli, qalıq 1-dir. Qutardı 7. Başa düşməyən varsa əl işarəsi qaldıra bilər, kömək edərəm. Müəllimə bir söz demək olar. Əlbəttə. Müəllimə, mən də elə bir o mötərizənin içini toplayıb 37 aldım. 37-ni 9-a böləndə bir qalıq elə olmur. Yox, ay müəllimə, yox. Bunların ayrı-ayrı qalığı tapılır. Ayrı-ayrı olmalıdır. Bəsnə, bu da plus. Mən müəllimə, Arzu müəllimə, cəmi tapdım, topladım ikisini, böldüm. Mən də elə elədim. Rəqəmlərin cəmin 9-a.
Yox, Doqquz alarsan. müəllimə, indi mən sizə elə bir ədəd verərəm ki, orada məsəl üçün test toplamaq rahat Hə, olmayacaq. orada alına bilməz. Hə, başa Bax düşdüm. müəllimə, indi uzadıram bunu. Görün nətər edəcəksiniz. Hə. Elə görün nətər edəcəksiniz. Vaxt ayrı-ayrı eləmək daha yaxşıdır. Yaxşı? Sonra keçirəm ikinci suala vətəndaşlar. Deyir ki, ifadəsin qiyməti enin neçə qiymətində tamdır. Bax, bunu biz siz nə edəcəksiniz? Parça-parça. Bu əslində belə bir şeydir, baxın. Müəllim, onu olar deyək biz. Yox, deməkdir, yəni 36. Bölək n kvadratı. Deməli, müəllimlər, baxın, burada hər tərəfi n kvadratına bölsək, n eləyəcək. Çıxaq 3. Bilirsiniz necə? Sanki bunu belə yazırıq da. Qoy laf açıqlama ilə. Məxrəcləri bərabər olan kəsirləri toplayanda, çıxanda, müəllimlər, məxrəc olduğu kimi qalır. Sürətlər toplanır və yaxud da çıxılmırmı? Elə bil ki, bunu parça-parça elədim. Tikə-tikə elədim. Bu getdi, qaldı n. Burada qaldı 3. Burada da qaldı 36 bölək n kvadratı. Deyir, neçə qiymətində tamdır. Yəni, heç natural da demir. Deməli, siz n-in yerinə elə bir qiymətlər qoymalısınız ki, onu 36-ya bölmək mümkün olsun. Mən düşünürəm ki, n-in neçə tam qiymətində? Plus-minus 1 qiymətində. Plus-minus 2 qiymətində. Çünki mənfi 2-nin də kvadratı 4-dür. 36-nı 4-ə bölmək olar müsbət 2-nin də. Plus-minus 3-də. Bir də plus-minus 6-da vətəndaşlar. Başqa heç birində də yoxdur. Desin, nə olur? 2, 4, 6, 8 dənə qiymətində. Yəqin ki, yazmışdınız, hə müəllimlər? Bəli, mən yazmışdım. Müəllim, bəli. Ay, sağ ol. Qəşəng. Sonra gəlir nə? Deyir, ortaq natural bölənlərinin sayını tapın. Gözəl insanlar, ortaq deyir elə, lap yaxşı. Arzu müəllimə nə etməlidir? Əbob tapmalıdır. Əbobu yazaq. 10 üstü 40 və 20 üstü 30. 20 üstü 30-u bilsiz necə yazaram? Yazaram ki, 2 üstü 30 vurulsun 10 üstü 30. Gördünüz mü müəllimlər? Əbobu tapmaq daha rahatdır. Oldu nə? 10 üstü 30. Deyir ki, 10 üstü 30, natural bölənlərin sayını. Neysə, burada əbob 10 üstü 30-dur vətəndaşlar. Bir də müəllimlər, 10 üstü burada əslində çaşdırmasın bu sizi. Mən bunu 10 üstü 40 yazaram, 10 üstü 30 və yazaram 2 üstü, bir də şeydir, nədir onun adı? O yerdə nə qalır? 10 üstü 10 qalır da müəllimlər. O 10 üstü 10-u da bilsiniz necə parçalayaram? Yazaram 2 üstü 10 və 5 üstü 10. Gördünüz necə taktika işlətdim? Çünki burada 2-ni də yaratmalıyam. O birində də 2 üstü 30 var. Bir də şey var. Nədir onun adı? 10 üstü 30. Başa düşdünüz mən nə etmək istəyirəm? 2-ni də yaratdım da oradan. Yəni tez götürüb getməyin. Diqqətli olun. 2 də var bunun içində. Və müəllimlər, əbobumuz oldu 10 üstü 30. Bir də 2 üstü 10. Baxın bu ilə bunda. Bu 2 üstü 10-dur. Aha, indi bunu da ataq. 10 üstü 30-u yazaram. 2 üstü 30. 5 üstü 30 və 2 üstü 10 kimi yazsaq, sadələşdirirəm. Alınır 2 üstü 40, 5 üstü 30. Natural bölənlərin sayını tapanda, yəni 41 vur 31. O görüm neçə eləyir? 1, 4, 3, 12. Müəllimlər, cavab eləyir 1271. Yəqin ki, almışdınız bu cavabı, elə? Bəli. Ay sağ ol. Yəni o 10 üstü bəzən müəllimləri bilsiz nə aldadır, mən sizə deyim. Müəllim deyir ki, şu yazdım müəllimə, budur da, 10 üstü 40 burdandır. 2 üstü 30-u da yazaram 10 üstü 30 və 2 üstü 30. Hə, buradan 10 üstü 30-u çıxardıram bəs. Amma düşünmək lazımdır ki, orada 2 də var idi. Bax, onu fikirləşmək lazım idi. Sonra qoy görün. Sonra müəllimlər, sizə belə bir sual verəcəm. Görün. 9-u yazın. 10-cu sual mix sualıdır. On biri yazın. Bax, 9, 11. Neçə dəqiqə vaxt verirəm? 10-cu sual mix sualıdır. Əkobla işləyirəm. Çox əvvəldən. Vaxt verirəm 2 dəqiqə. Ona da baxa bilərik, elə müəllim. O şəkildə deyil.
Bitdi 2 dəqiqəmiz müəllimlər. Zamanəti müəllim bitdi. Bəli, indi bitdi. Aha. Gözəl insanlar, ardıcıl tək ədədlərin əkobu, məsələn, mən heç düstur təsəvvür edin ki, imtahandayım belə, yadımdan çıxıb. Məsələn deyirəm də. Deyirəm ola 3 ilə 5-in əkobu nədir? Onların hasili. Deməli, ardıcıl tək ədədlərin əkobu onların hasilidir. Əbobu isə, ardıcıl tək ədədlərin əbobu 1-dir. Bir də müəllimlər, belə bir şey də var da. Mən sizə bir şey deyəcəm. Məsələn, ardıcıl cüt ədədlərin əkobu. Ardıcıl, məsələn, gördünüz düstur yadınıza düşmür də. 2 ilə 4-ün əkobunu axtarırsınızsa, ardıcıl cüt ədədlərin əkobu. Onların hasilinin yarısıdır. 2 vur 4 bölü 2. Qayda belədir əslində. Əkobu, ardıcıl cüt ədədlərin əkobu onların hasilinin yarısıdır. İndi əbobu da 2-dir o heç. Müəllimlər, ardıcıl tək ədədlər deyirəm. Məsələn, birinə qoyuram x, o birinə qoyuram x plus 1. Düzdür gözəl insanlar, ardıcıl tək ədədlər, daha doğrusu plus 2. Çünki tək ədədlər, cüt ədədlər 2-2 gedir. Məsələn, 1, 3, 5, 7. Yazıram, deməli, əkobu onların hasili x vurulsun x plus 2. Sıxılsın, əbobu 1-dir də. 1 bərabərdir 143-ə. Buradan da alıram ki, x kvadratı vurub atsam, üstə gəlir 2x minus 144 bərabərdir 0-a. 142-yə bərabər. 142, yaxşı. Deməli, buradan, indi bir dəqiqə səbirli olun, mən orada səhv köçürmüşdüm. Olsun 143. Düzdür müəllimlər? İndi, deyin görək burada, biz Mehbara müəllimə hansı ədədləri verək ki, heç bunu 11-dən 13. Ay, sağ ol. Ardıcıl ədədlər kimi də seçməklə də tapalaq. Onu istəsəz şeylə də eləyə bilərsiniz, kvadrat tənliklə də eləyə bilərsiniz. Amma belə də məncə qəşəng görünürdü də. X vurulsun, x plus 2 bərabərdir 143. Hədə 11 ilə 13 daha doğru gedir. Deməli, cəmimiz oldu 11 üstə gələk 13. O da eləyir neçə? 24. Yəni D variantı. Buna Arzu müəllimə, belə baxmaq olardı. Ardıcıl tək ədədlər sadə ədədlərdir da. Onların əkobu onların hasilinə bərabərdir. Əbobu da bərabərdir. A vurub B çıx 1 bərabərdir 142-də. Adəm ya ondan gəlir də. Müəllimə, ardıcıl tək ədədlər həmişə sadə ədəd olmur axı. X müəllimə, X plus 2 mən deyən daha qəşəngdir. Müəllim, həmişə sadə olur ardıcıl tək ədədlər. Həmişə sadədir. O bir qaydadır. Gəlin baxaq. Sadə olur, amma qarşılıqlı sadə olur, qarşılıqlı. Sadə olur. Qarşılıqlı sadə lazımdır da bizə də elə. İstəsəz nümunə ilə də baxa bilərsiniz. Həmişə ardıcıl tək ədədlər düzdür, qarşılıqlı sadə olur. Məsələn, baxın 21, 23. Ona görə də o qaydanı kəşf ediblər ki, ardıcıl tək ədədlərin əkobu onların hasilidir. Siz də bilirsiniz ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir də. Elə bu qayda da oradan çıxdı da müəllimlər. Sonra 11-ə baxıram. Müəllimlər, 11 üçün belə bir sual gələ bilər. Məsələn, deyir ki, bölən 10-dursa, alına bilən qalıqların cəmi. Yadınızda saxlayın, qalıqlar cəmi düsturu n vurulsun n-1 bölü 2-dir. Məsələn, bölən 10-dursa, bir qalıqların cəmi 10 vuraq 9 bölü 2-dir. Bir də müəllimlər, bax bu düstur, həmin bu n vurulsun n-1 bölü 2 düsturu var ha. Yazın ora. Qalıq cəmi düsturudur. Mehbara müəllimə, sonra nə cəmi düsturuydu? Bucaq saymaq düsturudur. Salamlaşmadır müəllim. Bucaq saymaq düsturudur. Futbol. Bəli. Futbol oynamaq. Salamlar. Komandaların oynamağı. Sonra bir dəqiqə futbol. Sonra şey də var idi. Bir dəqiqə. Parçaların saydı. Parça sayı. Yox, başqa yoxdur mənə gəlir Mehbara müəllimə. Araya bir də ora nə yazmısınız? Salamlaşma yoxsa nə? Salamla da salamlaş. Salamlaşma. Salamlaş, bir də futbol müəllim. Bir də parça sayı. Hə.
Məsələn, belə deyək də, sizə versək ki, bu şəkildə neçə dənə bucaq var? 1, 2, 3. Məsələn, bunu əslində belə 1, 2, 3, 4. 4 vuraq, 4 çıxaq 1, bölək 2. 6 dənə deməli burada bucaq var. Sonra gözəl insanlar, keçirik nəyə? Bu sual deyir ki, 15-ə bölündükdə qalıqda 10, 12-yə bölündüksə isə qalıqda 3 alınan ən kiçik ədədin 15-ə böləndə qalıqda 10 alsın. 12-yə böləndə qalıqda 3 alınan ən kiçik ədədin rəqəmlərinin kvadratı cəmi neçədir? Gəlin bir baxaq görək. 15-ə böləndə 10 alınan, məsələn, olsun 25. 25-i 12-yə bölsəz qalıq 3 olmur axı. Sonra ola bilər 40. 40-ı 12-yə bölsəz neçə eləyir müəllimə? 36, amma qalıq 3 eləmir da. Bunu başqa cür necə tapmaq olar? 15-ə böldükdə qalıqa 10. Müəllimə, siz bunun bir yolunu öyrətmişdiniz, mənim də yadımdan çıxıb. Yox, o ona uyğun deyil müəllimə. Orada fərqlər bərabər olanda görürük. Burada fərqlər Fərqi bərabər olandadır o əkov qaydası. Aysə, bu o deyil, bu seçimdir. Bəlkə yoxlayaq 75. 75 10. Müəllimə 48-i 15-ə böləndə 3 qalıqda 3 alır. Qalıq 4 ola bilər, ancaq 3 olmur. Yox, olmur. Bu sualda şərtdə problem var. Çünki şey yoxdur. Düzgün cavab yoxdur. Şərtdə var. Məsələn, 100 götürəndə 15-ə böləndə qalıq 10 alır. Amma 12-ə böləndə 4 alır. Yox, orada şərtdə nəsə problem var. Buna bir dənə düzəltirəm. Çünki şərtdə problem var. Getmir o qayda. Yaxşı, sonra 25-i 15-ə böləndə qalıq 4 olsa alına bilər. Qalığı 4 amma deyil də, eləsə orada alınır. nəsə şərtdə problem var. Yaxşı müəllimlər. Gəlin gedək. Gəlin bu sual yazın. Bax, bu sual düşə bilər. Müəllimlər, buna baxın. Deməli, hansı sual deyim də sizə? 12. Bircə dəqiqə müəllimə. 13-cü sual. Hətta 12-ni də yaza bilərik. İkisini də yazın. Qəşəng sualdır. Sonra keçəcəyik başqa sınağa. Mənim 12-ni verdiniz işləməyə. 3 dəqiqədə vaxt verdim. 12-ni və 13-ü müəllim, ikisini. Müəllim, ikisini də. Xahiş edirəm, diqqətlə qulaq asın. 12 və 13. Səhvləri bağlayın. 3 dəqiqə. Sən aydın müəllim, 3 dəqiqədən sonra xəbər edin zəhmət olmasa. Bilmirəm, yazdım, bir dəqiqə baxın. Vaxt bitir müəllimlər. Xeyr, var.
Başlaya bilərik. Məncə bitdi vaxt. Hələ? Bəli, müəllim. Bəli, bəli. Aha. Bax, görün neyniyək. Bir də qoyun əkobda yadıma düşmüşdən sizə bir qayda deyim. Bax, kəsr ədədlərin əkobunu tapırıq belə, tutalım ki. Məsələn, əkob 5-də 3 ilə 8-də 6, 8-də 7 olsun. Deməli, müəllimlər, bunların əkobunu tapmaq istəyirsinizsə, birinci ortaq məxrəcə gətirin. Düstur əzbərləməyə ehtiyac yoxdur. Ortaq məxrəcə gətirdiniz 40-da 24, bir də 40-da 35. Bax, bu 40-ı saxlayın, qoyun qalsın. Laf belə deyək də, müəllimlər. Elə birinci 40-da biri ortaq vuruq kimi çıxartdınız. Əkob, 24 ilə 35-in əkobunu tapın, sonra gətirin 40-da 1-ə vurun. Aydın oldu, müəllimlər? Bunu bilirdik də. Düstura ehtiyacımız yox idi. Əslində, o nəsə düsturu var. Əbobunun, əkobunun bir-birinə bölürsən, neyinirsən. Amma ən qəşəng qayda ortaq məxrəcə götür, çıxardırsan ortaq vuruğu, sonra başlayırsan normal işləməyə. Bu daha rahat yoldur. Sonra, məsələn, deyir ki, əbob 18, 30, x 2-dir. X nədirsə 2-nin misillərindəndir. Çox güman ki, ya 2-dir, ya 4-dür, nədirsə. Nəsə, baxaq da bilmirəm. Sonra, nəsə 2-nin misilləridir 100% x. Belə deyək də, 2-nin misili. Burada da əkobumuz 630-dur. Gəlin görək burada nə baş verir, ay müəllimlər. 18-i sadə vuruqlara ayırsam, 9 vur 2-dir. Yəni 3-ün kvadratı vur 2-dir. 30-u sadə vuruqlara ayırsam, 5 vuraq 6-dır. Yəni 2 vuraq 3 vuraq 5-dir. Əbob 6-dır orada. Harada 6-da mən? Əkobdan danışdım. Birincidə mənim. 6 deyil, 2 yazılıb bura. Yəni, burada 6 harada görürsünüz? Niyə qulaq asmırsınız? Qulaq asın görək müəllim. Orada 2 deyil, müəllimə. 2-nin misilləri deyilsin. İndi gözümlə sadə verim. Sonra 630 alma verəm. 630-u qoy mən sadə vuruqlara ayırım. Görüm müəllimin altda nə var mənim. 630-u sadə vuruqlara ayırsam, 7 vuraq 3-ün kvadratı vur 2 vur 5-dir. Bax, əkobdan danışır da, düzdür, ən kiçik qiyməti. Bax, 3-ün qiyməti kvadratı var. 2 var, 5 var. Bir də şey var. Nədir onun adı? 7 də var. Deməli, gözəl insanlar. Bunlarda amma 7 yoxdur. Deməli, x nəsə 7-dir. 7 var x vuruğunun içində. Bax, gördünüzmü? Müəllim, biz əvvəl ikisini tapıb sonra üçüncünü tapalı deyilik ya bunu. 18 ilə 30-u tapa bilərik də. Ay, müəllimə, neyinirəm ki mən onu? Mən bilirəm ki, 2-nin misilləridir də. Yaxşı, bunun əbobu 6-dır və bunu qonşunun kim tapacaq? O biri kim tapacaq? Elə bil əbob 6x kimi yazaq daha sadələşsin də. Onda tapmaq asan da 6x olacaq. niyə yazıram ki? 6 vuraq x yazın. 6 yoxsa Yox, əbob 6 və x-dir. Qoy indi mən bir dənə deyim. Xoşunuza gəlməsə siz deyən eləyəcəyik. Yaxşı? Xoşunuza gəlməsə siz deyən gedək. Bəlkə ola bilər siz məndən daha yaxşı yol deyirsiniz. Mən həmişə müəllimləri dinləməyi sevirəm. Xoşum gəlir. Bəlkə ola bilər məndən yaxşı yol deyər. Deməli müəllimlər, baxın, 3-ün kvadratı 7 vuraq, 3-ün kvadratı. Amma bir dənə xahişim oldu ki, mənim sözümü kəsməyin. Çünki cəmaət bu dəqiqə mənə qulaq asır və siz məni dayandırırsınız ki, yox, mən deyənlə getməlisən. Qoy mən öz dediyimlə gedeyim, sonra sizinkinə baxarım. 3-ün kvadratı vur 2, vur 5. Düzdür müəllimlər? Bu dəqiqə bizim əlimizdə bu var. 3-ün kvadratı vur 2, vur 5. Burada var. 2 də var, 5 də var. 3-ün kvadratı da var. Amma mənim əlimin altında 7 yox. Deməli, bu x nədirsə 7-nin misillə 7 var imiş. Bir də bu birindən də öyrənirəm ki, 2-dir. Deməli, əslində 7 vuraq 2 olubdur. Yəni 14 olubdur sizin bu x-ınız. Mən 14 tapdım. İndi yaxşı, gəlin müəllimənin dediyindən gedək. Bəlkə o daha yaxşı oldu. Müəllimə deyir ki, 3-ündən birinci bunların ikisini tapaq. 30 ilə 18-in əbobunu tapsaq 6. Yaxşı, 6 və x olsun. Yenə də buradan hiss olunur ki, x nəsə 2-nin misilləridir müəllimə. Siz orada x haqqı birbaşa 2 deyə bilməzsiniz. Mən nə dedim güya? Mən dedim x 2-nin hansısa mislidir. 18 ilə 30-un da əkobunu tapası olsaq, neçə düşür bunların əkobuna 18 ilə 30-a? 90 çıxır da deyəsən, hə? 90. Hə, nə daxili var ki, müəllimə? 90, bu da 630-dur, hə mi?
Deməli, onda x-imizə hansı ədəd x belə çıxır ki, 630 90 vur 7 deməkdir də. Belə çıxır ki, x da 7-nin hansısa mislidir. Yenə mən deyənə gəlib çıxırsınız. 7-nin hansısa misli, 2-nin hansısa misli. Yəni x-in içində həm 7 vuruğu var, həm 2 vuruğu var. Deməli, belə çıxır ki, ən azı 14. Müəllimlər, hansını dərk elədirsə onu götürün. Hansısa daha rahat gəldi. Bu yaxşı idi müəllimə. Onu başa düşdüm. Lap yaxşı. Amma mən bilirsiniz nə elədim müəllimlər? Mən sadə vuruqlara ayırdım, oradan tutdum temanı. Bəlkə də mənim yolum ola bilərdi uzun olsun. Amma o qəşəng. Tam da xoşuma gəldi. Yaxşı, 13-ü yazmışdıq. Bir dənə xahişim odur ki, məni dinləyin. Axırda öz fikrinizi deyin. Yaxşımı? Yoxsa belə müəllimləri çaşdırar. Deyir ki, A ədədini 13-ə böləndə qalıq 11. Yazıram A bərabərdir 11. Denən niyə? Bax, belə bir şey Yakubovun kitabında da var. Qalıq nədirsə, elə məsələn onu götürürsən. B ədədini 13-ə böləndə qalıq 7. Bunun da yerinə 7 qoyun. Yəni, qalıq nədirsə 10. Və yaxud da ki, hansısa bir müəllimimizin imtahanında ola bilər ki, qayda yadından çıxar. Məsələn, 13-ə böləndə qalıq 11 olan bir ədəd, məsələn, 24 deyin. 13-ə böləndə qalıq 7 olan bir ədəd, məsələn, 20 deyin. Həqiqətən də 20-ni 13-ə böləndə qalıq 7-dir. Siz götürün, onun birini yerinə qoyun, işinizi görün də. Məsələn deyirəm, 3 vuraq 24, ən pis halda, ən bədəbətdə sizə bir yol deyirəm də. O eləyir nə qədər? 72, üstə gəl 40, o da eləyir 112. Siz 112-ni gəlin 3-ə bölək, görək neçə alırıq. 9 dəfə yox, 24, 104. Müəllimlər, qalıq 8 aldım, düzdür? Amma bu birinə baxın, mənim dediyim yolda isə mən elə bir addım daha tez gedirəm. Mən deyirəm ki, elə apar qalığın özünü yapışdır da yerinə. Yəni, qalığın özü baləcə olur, axı daha rahat hesablamaq olur. 3 vuraq 11, üstə gəlsin 2 vuraq 7. 33 üstə gəlsin 14, nə qədər eləyir? 47. 47-ni də 13-ə bölsəz, mən orada bir görüm hesab səhv eləməmişəmsə düz getmişəm. Bircə dəqiqə dayanın. Bircə dəqiqə xahiş edirəm, gözləyin məni. 3 dəfə 4, 12, 72, bu da 40. 112, 3 dəfə 8, 24, 104. Bu da qalıq 8 aldım. Hə, neysə. 8 eləyir. Mən bilməmişəm. 47, indi gözləyin. 47-ni də 13-ə böləndə qoyuyorum qalıq neçə alıram? Fərqli qalıqlar alıram, iş orasıdır. 3 dəfə, həbi düz alıram. 3 dəfə alıram, qalıq da 8. İkisində də eyni cavab aldım müəllimlər. Amma mənim dediyim məncə daha qəşəng idi, qalığın özünü qoyub işləmək. Yəni ən pis halda... Bəli, qalıqla istəmək daha rahatdır. Daha rahatdır, amma ən pis halda da bir ədəddə. Yadınızdan çıxsa, özünüzə yanına bir dənə ədəd qoyun, amma həmin şərti ödəyən ədəd olsun da. Sonra gözləyin. Amma o ədədi elə düşünməyin özü vaxt aparır müəllimə. Siz dediyiniz rahatdır. Hə, həm də mən dediyim ədəd bir də görürsən ki, böyük olar. Məsələn, deyək ki, 50-yə böləndə qalıqda 3 alınır. Gərək onda ki, siz nə bilim götürəsiniz 150, o gətirində o 150 çabuk hesabı uzun uzadır. Amma qalığın özünü qoymaq daha rahat yoldur da. Hə, müəllimlər, gəlin yazaq 15-ci sualı. Hə, bax bir də qəşəng sual 16-cı sual. Bundan gəlir sual naturaldan sizə gəlməz. İndi gedəcəyik başqa versiyalarını işləməyə. Yaqubov basadan. Gedəcəyik bu gün saatini istəyir. Aralar. Amma bəli gəl dərsimiz yaxşı sakit keçir. Səssiz küssüzdür. Yəni düzdə fikir mübadiləsi olmalıdır. Amma nədən olmaz? Arzu demək olar. Əlbəttə olmalı. Mən təzə qoşulanda qanunları bilmirdim. Deməli, tez qutaranda deyirdim, mən qutardım, müəllimlər mənə qışqırırdılar. Deməli, deyirik x, y, z natural ədədlərdir. Z-in ən kiçik qiymət aldığını bilərək x, y, z cəmini tapın. Siz bilirsiniz ki, tamamlayıcı vuruq var. Elə bir padruqası deyirik ya. X-in padruqası 3-dür, amma 3 deməyə ixtiyarınız yoxdur. X-a 3K deyəcəksiniz. Y-ə 7K deyəcəksiniz. Z-imiz də 5x olduğuna görə, yəni x-imiz 3K daxı. Onda z-imiz olacaq 5 vuraq 3, 15K. Gözəl insanlar, mənə deyir ki, z-in ən kiçik qiymət aldığım x, y, z cəmini tap. Baxın, x-imiz 3K-dır, y-imiz 7K-dır, z-imiz 15K-dır. Və vətəndaşlar, onları toplayanda 25K ilə K-ya ən kiçik 1 verərəm. Bəli, 25 kim tapmışsa düz tapdı. Variantda yoxdur, narahat olmayın, siz düzsünüz. 25 dənə. Cavab 25-dir. Sonra,
16-cı suala baxanda ABC tam müsbət ədədlərdir və x-in ən kiçik qiymətini tapın. Müəllimlər, baxın, qoy görün burada nə baş verir. 3-ə böləndə, bax, əslində tema buradadır, bax. 3-ə böləndə qalıq 1, 5-ə böləndə qalıq 2, 12-yə böləndə qalıq 10. Görürsünüzmü, müəllimlər? Burada 5-ə böləndə qalıq 3. Aha. Görürsünüzmü? Fərq 2-dir, fərq 2-dir. Deməli, siz 3, 5 və 12-nin əkobunu tapmalısınız. 3, 5, 12-nin əkobu bizə verir 60. Və oradan 60-dan da müəllimlər çıxacaqsınız o fərqi. Yəni 60-dan da çıxacaqsınız 2-ni eləyəcək 58. Həqiqətən də baxın 3A üstəgəl 1-i 58-ə bərabər eləsəz 3A bərabər eləyəcək 57-yə, A-mız eləyəcək 19. Sonra məsələn 5 üstəgəl 3-ü 57-yə bərabər eləsəz, müəllimlər, daha doğrusu 58-ə bərabər eləsəz 5B bərabərdir 55-ə. Görürsünüzmü? Hamısında da tam qiymətlər ala bilirsiniz. Yəni müsbətlər. Deməli, tam olaraq şərt ödəndi və deyir, x-in ən kiçik qiyməti, yəni 58 imiş. Yəqin ki, almışdınız, hə, müəllimlər? Yaz? Bəli. Deməli, yazın 17, 18. Hə. 17, 18. 19-cu sualın gəlmə ehtimalı azdır, o miqçilərə gəlir. 11 düsturu var idi, əslində o düsturla işləyirlər, güvəndə də var. Ona ehtiyac yoxdur. Deyəm bizə dəqiqə, hə, все. Yazırsınız 17, 18, 2 dəqiqə vaxtınız var. Gələn dərsə hazır olun, adi olma kəsirlərə. Deməli, müəllim, vaxt keçdi. Müəllim, xeyr, hələ bir dəqiqə var. Aha, ya. Müəllim, vaxtı bax. Baxaq. Bəli, baxın. Deməli, müəllimlər. Kimsə qoşula bilmir dərsə? Qoy görüm. Qoy bir dənə baxım. Deyəsən kimsə qoşula bilmir. Hə. Deməli, gözəl insanlar. Deyir, bir qutudakı olan yəqin ki, qələmlərin sayı 90 ilə 130 arasındadır. Qələmləri 3, 6, 6 və 7 qruplaşdıranda 2 qələm artıq qalır. Deməli, gözəl insanlar, 3-ə, 6-ya və 7-yə bölünən bir ədəddə bax. Axırda üstə 2 gələrik də. Amma 90 ilə 130 civarında olmalıdır. 3, 6, 7-nin əkobu nə verir müəllimlər bizə? 42 verir də. Amma 90 ilə 130 arasında olmalıdır. Bəlkə 42-nin 3 mislini götürək. 126. Elə 2 qələm artıq qalırsa, müəllimlər, 126-nın da 2 gəlirsiniz 128. Cücə.
Almışdınız bu cavabı? Bəli. Bəzən müəllimlərin səhvi Bəli, bilirsiniz bəli. nədir? Götürürlər 40 çobunu tapırlar. Üstə də qalığı Çin gəlir, deyirlər 44, hə başlayırlar 90 ilə 130 arasında 44-ün mislini axtarmaq. Amma elə deyil. 42-nin mislini axtarsan, axırda o qalığı üstə gəlirsən. Yəni bu şərti verəndə o qalığı axırda eləməlisən. Sonra 360 ədədinin natural bölənlərin hasili. Müəllimlər, yadınızda saxlayın ki, ədədin natural bölənlərin hasili, məsələn, tutalım ki, 12-nin natural bölənlərin hasili deyil elə. 12-ni yazaram, 2-nin kvadratı vur 3. Natural bölənlər 3 vuraq 2, 6-dır. Yəni 12-nin üstündə n bölək 2. Yəni 12-nin üstündə 6 bölü 2 neçə eləyir? 3. İndi biz də 360-da eyni hadisəni eləyəcəyik. Yəni düstur belədir. A üstündə natural bölən böl 2. Yəni hasili soruşsa. 360-ı sayda vuruqlara ayırsaq, 2-nin kvadratı vur 3-ün kvadratı vur 2 vur 5 kimi yazaram. Biraz da sadələşdirirəm. 2-nin kubu vur 3-ün kvadratı vur 5. Natural bölənlərin hasilini deyirəm müəllimlər. 360-ın üstündə gəlin tapaq natural bölənləri. 4 vuraq 3 vuraq 2. Nə qədər elədi? 24. 24-ü də yarıya böləndə 12. 360 üstü 12. Baba variantı. Almışdınız müəllimlər? Bəli, müəllim. Ay, sağ olun. Bəli, müəllimə. Əslində 24 götürmüşdüm, müəllimə səhv götürmüşdüm. Hə, 24 yox, 24 bölü 2 götürməliyik. Hə, bax, qəşəng sualın biri də budur. 20-ci sual. Bunu da yazın. Gedək indi. Hələ 15 dəqiqəmiz var da. Bir dənə də tiplərə baxa bilərik. Allah sizi var eləsin, müəllimə. Nə qədər yadımıza düşdü, yaddan çıxanlar. Hə, inşallah daha çox. İndi Allah qoysa, elə bir ki, hardasa aprelin axırına doğru bir dənə də sürət qrupumuz açılacaq. Onlarla da bir partiya təkrar edəcək. Sual görünmür axı. Görünür. Hadi yanım. Müəllimə, bu sınavı yenə atarsınız qrupa təkrar işləyər. Kartı var orada. Müəllimə, baxaram PDF-in içinə. Hə, indi görün. Yazın görüm. Elə bu keçəcək müəllimlərin duası sizə bəs, ay müəllimə. Sağ olun, inşallah Allah. Köməyiniz olsun. Gedək. Şahmar müəllimi qrupda tanışlıq edeyim. Özgən vaxtı deyil, Şahmar, bir qocalar yatırıq. Təzə müəllim gəlib onu sorğu suala tutub ki, haranı tutarmısınız? Müəllimə, hər zaman elədi. Təzələri elədik ki, aş süzəndən keçirdir, sonra qrupu gətirir. Yazıq yeni gələn müəllim də. Yəqin ki, Cahit müəllimi axtarır. Keçin mizaha. Bəli, baxaq müəllim. Deyir, 12.000 ədədin tam bölənlərin neçəsi 48-in bölünənidir? 12.000-i yazıram. Bilirsiniz nədir? 48-in bölünənidir deyir elə. Verilən ədədin nəyin adını çəkdi? 48-in adını çəkdi elə. 12.000-i, müəllimlər, götürün bölün 48-ə. Düzdür?
12-yə bölsəz 1000, 12-yə bölsəz 4, 1000-i də 4-ə bölünür neçə? 250. Yadınızda saxlayın. Nəyin adını çəkirsə, ona böl, sonra başla işləməyə. 250-nin də natural bölənlərin sayı 5-in kvadratı ya da ki 5-in kubu vur 2-dir də müəllimlər. Natural bölənlərin sayı neçə edir? 4 vur 2, 8-dən. Yəqin ki yazmışdınız, hə? Nəyin adını Müəllim çəkirsə, tam deyir. Tam olduğu üçün 2-yə 8 vurub vur A-nı 2-yə də götürür. vuraq. Tam dedi orada, hanı? Bəli. Ədədinin tam bölənlərin neçəsi? 48-in bölünənidir. Hə, tam bölən deyirsə, onu bəli. Vururuq 2-yə. Sonra, müəllimlər, bir də ola bilər ki, bax, məsələn, bir ədəd verim, qoy, ağlıma gəldikcə sizə suallar verəcəm. 5-in kubu, bax, natural ədədlərdən 2 dənə sual gələcək, hardasa 2 dənə də. Vuraq, 3/6. Deyirəm, 3-ə bölünməyən natural bölənlərin sayını tapın. 3-ə bölünməyən. 3-ə bölünməyən natural bölən sayı. 32 müəllim. Bölən sayı. Bölünməyən. Mən nə demişdim? YouTube-da da dəfələrlə izah vermişəm. Yadınıza gəlir. 3-ə bölünməyən. Yəni 3-dən nə edirəm? Zəhləsi qaçır da. Sağ ol. Zəhləmiz qaçır. 4 vuraq 8, 32. Yəni zəhləm gedir ondan. 30. Amma desək ki, 3-ə bölünən, onu götürün 3-ə bölün, sonra başlayın əlinizin altında qalsa ondan işləməyə. Yəni 32 dənə. Bu da əla. Bu da bir quş. Amma yaxşı gəldik, hörmənlər. Pis gəlmədik. Sonra gedək. Bu bir dənə də açılım sınaq. Müəllimə, mən bayaqki misalı tam başqa üsulla yazmışdım. Mən də aldım, onu aldım. Hansı müəllimə? Onda. Bizim Bəli, dediyimiz müəllim. daha rahatdır. Bəli, mən 12-nin bölənlərini elə bir tapdım. Ay, yox, uzatmışsınız. 8 dənə. Məsələn, burada da qəşəng suallar olur. Deyim də. Məsələn, 3-ü yazın. 4-ü yazın. Bunlar şeyin suallarıdır. Bax, həmsi göstən götürülmə suallarıdır. Bax, 3-ü götürün, 4-ü götürün, 6 yazın. Sonra bax, 12-ci sual qəşəngdir. İstəsəz, müəllimlər, indi məsləhətləşən qrupda hətta natural ədədə 2 dərs ayıra bilərik. Çünki oradan 2-3 sual gəlir. Bəli, müəllim. 2 2 dərs ayıraq elə. Məsələn, siz elə bir ki, evdə TOEFL-dan verdiklərimi qutararsınız. Mən gələn dəfə sizə güvən işlədərəm. Bir də əlimizdəki sınaqlar, onunla da yekununu vurarıq, hə? Sonra verərəm. Bəli, müəllim, lap yaxşı. Bax, belə. Bir də faizə hardasa 2 dəfə dərs ayırmalıyıq. Çünki faiz geniş mövzudur. Arzu müəllimə, o 3-ə bölünəni tapmaq üçün necə? 3-ə bölürük həmin ədədi, sonra nə edirik? Necə müəllimə? O 3-ə bölünməyən natural bölənlərin sayını tapdıq. 3-ə bölünməyən sildik. Nə qaldı əlimizin altında onunla işlədik müəllimə. Silirsən, əlin altında nə qalır, onlarla işləyirsən. Hə, Müəllimə, 6-da 20 vur 17 üstü 19-dur. 6-da müəllimə 17 üstü 19-dur. 4 dəqiqə vaxtınız var. Onun üçün 1 dəqiqə, 2 dəqiqəsi gedib 2 dəqiqəyə keçirəm izahı.
Müəllimlər, Şamal müəllim yazıb, mən 1993, o biri müəllim yazıb 2000-ci il. İlləri üstə düşmədi. 7 il fərqləri var. Müəllimə, altıdakı o işarə qoyduğunuzun altındakı nədir? Hocam 20-ci sual müəllim, sualın nömrəsidir. Yazın. Mənlər başlayayım. Bəli, müəllimə. Bir, neçəyə baxıram? Nömrələr mədiyyərsizdən olar, bir nəfər. Nəysə, deyir, natural ədədi 6-ya böldükdə qalıqda 2 alınır. Mən sizə demədimmi ki, qalıqla işləyin? Bu ədədin kubunu, yəni 2-nin kubunu götür 6-ya böl, qalıq 2-dir. Gördünüz, 2 saniyəlik sualdır. Sonra nə istəyirsiniz deyin, hansı sual idi nömrəsini? 4. Hə, 4. 4-ü sizə bayaq dedim, 4-ə bölünmə qaydası. Qalıq 1-dir, 1-in kvadratı 1. 52-də də 4-ə tam bölünür 0-dır. 0 üstə gəl 1, 1. Qalıq 1. Sonra nə istəyirsiniz? Bir də 6. Hə, bax müəllimlər, hər bir ədədi 4 dəfə öz-özünə vurandan sonra 4 dəfədən bir rəqəmlər təkrarlanır. Məsələn, lap istəyirsiniz 2-ni 4 dəfə öz-özünə vurun, 3-ü 4 dəfə öz-özünə vurun, 7-ni 4 dəfə. Hər 4 dəfədən bir təkrarlanır. Ona görə də sürətdə bu 19 var ha. 19-u bölün 4-ə, qalıq eləyir neçə? 3. 7-nin üstü 3 kimi düşünsəz, son rəqəmi tapacaqsınız. Axırı 3-lə bitdi. Bəs birdən deyəcəksiniz Ayarmama, ola bilər ki, qalıq qalmazdı da. Məsələn, 17-nin üstü 20 olardı da. 4-ə böldüm, qalıq yoxdur. Qalıq yoxdursa, axırıncı rəqəmin üstünü 4 götürüb hesablayırsınız da. 7 üstü 4 nə ilə qutaracaqsa, deyəcəksiniz ki, Ayarmama cavab 1 ilə qutarır. Aydındır müəllimlər? Yes? Sonra neçəyə baxıram? Mən 12. 12 nə edir müəllim? 8. Neçə? 12 mənim bu tərəfdə 12 var idi, onu verdim. Hə. O bayaq var. 7-8-i də nişan eləmişdiniz müəllimə. 7-8 də sonra nişan elədiniz. 7-8-ə bax idi. Yox, onu bilmirəm. Eləmədim. Sonra roz birəklə elədiniz. Var idi, 7 var idi. Hə, yaxşı. 7-8-i sonra roz ilə. Deməli, vətəndaşlar, 2 natural ədədin cəmi 138-ə bərabərdir. Məncə 7-ni verməmişəm. Verməmişəm 7-ni, prosta əlimdəyib. Deməli, baxın müəllimlər. Məxrəcin 180-ci o düzgün kəsrlərin neçəsi ixtisar olunmayandır? Yadınıza gəlir o düstur, düsturu xatırladım. Özü vurulsun. Bir çıxaq A-da 1. Bir çıxaq B-də 1 və s. Yadınıza gəldi bu qayda? Başa düşdük? Bu belə, bu qaydaydı. Yəni 183-ü vuracaqsınız. Sadə vuruqlara ayırsam 183-ü. Deməli 3-ə bölsəm 61. Başqa da yoxdur da 61-də sadədir. 1 çıxaq 3-də 1 eləyir 3-də 2. 1 çıxaq 61-də 1 eləyir 61-də 60.
Buradan da bununla bu ixtisar getdi. 120 dənədir. Şu. B variantı. Sarı getdi. İndi müəllimlər, sonra hansını vermişdim? Mehbar müəllimə hansını vermişdim? 12 vermişdim. 12 daima 12. Ayşə 12. Bax, 12'ye baxın. 6'ya böldükdə qalığı 4. Bax, 6'ya böləndə qalıq 4. 9'a böləndə qalıq 7. 11'ə böləndə qalıq 9 olan. Ən kiçik ədədi tapın. Gözəl insanlar, baxın, qalıq nədir burada? Qalıq 2'dir, qalıq 2'dir, qalıq 2'dir elə. Deməli, siz əkov tapacaqsınız. Yəni, əkov 6, 9, 11'i tapacaqsınız. Oradan nəyi çıxacaqsınız? Fərqi, yəni 12'ni çıxacaqsınız. 6, 9, 11'in əkovu nə verir ay müəllimlər bizə? Deyim də sizə. 99 vur 2. 198. Dən də 2 çıxsa 196. Aydın mı? Bax, məsələn, 100 sual var ha, 6-cı sual, 13-cü, onu su kimi eləməz. 13-14'ü də yazın. Gedəyin indi ehtimala. Əlavə ehtimal. Hər dəfə biraz işləsə əlavə ehtimala. Olacaq əla. Stop deyirsiniz, baxaq. Aha, baxırım. Deməli, deyir ki, 5'ə böldükdə qalıqda 2. Qalıqda 2. A ədədini 5'ə böldükdə qalıqda 2. Deməli, siz A-nın yerinə 2 yapışdırmalısınız. B ədədini 5'ə böldükdə qalıqda 3. Deməli, bunun da yerinə 3 qoyuyorsunuz. Girin işinizi görün. Görün nə qəşəng oldu. 4 vuraq, 2'nin kvadratı 4. Üstə gələk, 5 vuraq, 3'ün kubu neçə edir? 27. Üstə gəl 3. Gördünüz mü müəllimlər? 16. 27 vurup qoy 5'ə bölüm neçə alıram? 5 dəfə 7, 35, 10, 13. 135. Bir də üstə gəlirsən 3'ü. Nə qədər edir? 14, 4, 5, bir də bu. 154. 154'ü də 5'ə böləndə qalıqdır. Gördünüz nə qəşəngdir qalığın özünü qoymaq. Amma ki, o mən sizə bir dənə sul dedim, bədə ola bilər ki, üstə yazıda düşməsə. Məsələn, 5'ə böləndə qalıqda 2, tutalım ki, 7 götürsən. Görürsünüzmü, daha uzun-uzad ədəd alırıq da. 5'ə böləndə qalıq 3, 8 götürsən, biraz işimiz böyüyür. Sadəcə özümüzə əziyyətə salırıq. Amma bir dənə bunu dərk eləsəz ki, elə qalığın özünü yapışdırsam daha rahat yolda o əlaçıdır. En natural ədədin 9'a böldükdə qalıqda 3. Deməli, bunun yerinə elə 3 qoy. 3'ün kubu üstə gələk, 2 vuraq, 3. Yəni 27 üstə gəl 6 neçə edir? 33. Siz 33'ü 9'a bölsəniz müəllimlər. 3 dəfə 9, 27, qalıq olacaq 6. Nətər fikirdir? Başa? Əlaçız. Gözəl. Müəllimlər, indi keçid edirik ehtimal dərsinə. Ev tapşırıqlarının yerini bildiniz. Biz sizə ehtimal yapdıq. Elə müəllimlər. İndi keçirik ehtimal. Ehtimal bizim hobbimiz. Yarım saat ehtimal seçim işləyəcəyik. Qaçmayın. Gəlin bu günləri ayıraq vaxtımızı. Bu ev tapşırığını nə vaxt yazar bizə? 3-cü günə müəllimə. 3 həftənin 3-cü. Bəli. Müəllimə, ümumiyyətlə ehtimal dərsi nə vaxtdır? Mən heç qoşul. Gəlin mən sizə bir şey deyim də. Bax, bu qrupun dərsi 1-ci gündür.
3-cü gündür. 5-ci gün ofşu saat 22:00-da hamı ilə həndəsədir. Mən sizə 1-3-5 deyirəm. Əlavə olaraq indi Cəmaləddin müəllimə deyəcəm, qrupa elan edəcəyik. 3-cü, 5-ci gün axşam saat 7-də qrupa ehtimal dərsi salacağam. Cəmaləddin müəllim ehtimalımız qalmış da bizim, yəni ehtimal nəzəriyyəsinə keçid eləyirdik. Bax onu keçəcəm 19:00-da. Bir də 6 bazar da əlavə vaxt deyəcəm. Fəza fiqurları işləyəcəyik sıfırdan. Narahat olmayın, düşünməyin ki, ay müəllim fəza onsuz da sıfırdan başlamalıdır. Bilirsiniz də həndəsə 2 yerə ayrılır. Onların da birisi bir qolunda fəza var. Fəza onsuz da sıfırdan. Fəzanın nə natural ədədlə əlaqəsi yoxdur, nə faizlə əlaqəsi yoxdur. Özü sertifikasiyaya düşürəm müəllimə fəza fiqurunu. Tamam ayrı bir həndəsənin qoludur. Razısınız da məndən? Yəni düşünməyin ki, Müəllim. müəllimə sıfırdan dərs keçməyəcək. Fəzanı mən sıfırdan keçəcəm. Başa düşdünüzmü məni? Bax, 3-cü gün saat 22:00-da görüşürük müəllimlər. 5-ci gün ofşu həndəsədir. İndi Cəmaləddin müəllimə deyəcəm, qrupa da elan edəcək. 3-cü, 5-ci gündə saat elə bir 2 dəfə dərsə qoşulacaqdır. Bir axşam saat 7-də ürəyiniz istəyirsə qoşularsa, amma qoşulsaz yaxşı olar. Bir də axşamüstü qoşulacaq. Bir də gün orta 3-də 6-cı bazar gün Arzu müəllimə. Bəli. 6-cı bazar günü saat neçədə onun saatında yazım. Gün orta. Mən cədvəlimə baxım elə deyərəm. Gün orta sabah yazma salarsınız deyərəm. Hə, belə çünki cədvəlimi təhlil edib deyərəm. Haydi müəllimlər, gəlin bu gün ehtimalı ayıraq şeyə. Şəkillə ehtimal işləməyə, hə? Şəkillərdə saymağa. Bugünkü günümüz olsun. Yəni bu seçimdə o gün şəkil günü olsun. Hamıya öyrədin. Mən ehtimalda müəllimə heç nə bilmirəm. Öyrənəsiniz müəllimə. Hər gün görün, hər dəfə biraz eləsə çox şey öyrənəsiniz. Bax, bu gün şəkillərə üstünlük verək. Sabah bir başqa tipinə, o bir gün bir başqa. Bax, birini öyrədirəm. Nərdivana oxşayır, görürsünüz, paralellik var. Nərdivan. Bax, deyək ki, bu şəkildə neçə dənə sübucaq var. Nərdivan gördünüzsə 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3 yazdıq. Sonra toplayın bunlar. Bax, toplayırsan neçə eləyir? 6. 6. 6, 6. Toplamda oldu neçə dənə? 24 dənə sübucaq. Yəqin ki, hamı başa düşdü. Çox rahat bir şeydir bu. Şeyə düşə bilər. İmtihana düşə bilər. Hadi gəlin buna bax. Bunu özünüz eləyin. Amma 20 saniyə vaxtınız var. Xahiş edirəm yerdən səs-küy salmayın. 20 saniyədən sonra özünüz izah edəcəm. Məmlə qoyun, mən də su içim. Yanıram suyumdan. Aha. Deməli müəllimlər, baxın. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bir nərdivan deyirəm. Bax, bunun adı nərdivandır. Yazıda saxlayın. Nərdivan. Nərdivan görürsünüz, pləkanları necə olur ay müəllimlər? Nərdivan pləkanları belə dümdüz olur da. Bunu nərdivan kimi yazınızda saxlayın. 1, 2, 3, 4. 1, 2, 3, 4. Toplayırsan 10. 10. 10. 10. 10. Nə qədər oldu müəllimlər? 50. Daha 50. Görür? Yəni bu nərdivan. Bəzən müəllim deyir, ay müəllimə, bu nərdivan qaydasını deyim. Ay müəllimə, nərdivan nə vaxt pləkanları belə olur da? Görmürsünüz belə nərdivan olsun? Yox. Ona görə nərdivan qaydası budur. Yəqin ki, hamı bunu dərk elədi, elə? Bəli, müəllimə. Bir model mən eləyəcəm, bir model siz. Daha doğrusu 2-3 dənə də model siz.
Yəni əsas mən bir dənə ipucu verim. Deməli Məmməd, bax. Sonra bax, ola bilər ki, ola bilər şəkili belə verər. Bax, bəzən sizi anladar belə verər. Oy. Şəkildə neçə dənə üçbucaq var? Tapın görün. Məmməd keçin mi zaten? Müəllimə keç. Keçdim. Baxın. 1, 2, 3. Burası nərdivanı baş aşağı qoyub. 1, 2, 3. 1, 2, 3. Şəkil fırlasaz görəcəksiniz ki, nərdivanı. 1, 2, 3. 6, 6, 6, 6. 24 tapmışdınız. Nərdivanı böyür üstə verdim. Bax, ola bilər ki, nərdivanı belə də verərlər, sizi alladarlar da. Müəllimə, orada 4 bucaqları da sayardıq da. Olmaz. Onu hələ yox. Hələ bugün 3 bucaq sayırıq müəllimə. Qarışdırmayaq. Yaxşı? Tempdən öyrənəcəyik. Bugün bir iki Arzu müəllimə bunu öyrətdi də sizə. 4 bucaqları saymaq komizonla usta. Deyirəm şəkildə neçə dənə bucaq var? Tapın görün. Yenə nərdivan qaydası deyirəm müəllimə. Nərdivanı böyür istəyirsiniz də. Diqqətlə baxın. 24, yenə 24. Maşallah. Başa düşdünüz mü? Yəni tempi tutun da əsas məsələ ki, nərdivanı böyür üstə verə bilər. Bu cür verər. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Gördünüz mü? 1, 2, 3. Yenə də toplayırıq. Yəni içicə 3 bucaq ola bilər. Nə? Məsəl üçün içicə 3 bucaqda, bir 3 bucağın üstündən başqa 3 bucaq da keçmək. Elə bir sertifikasiya keçən elə bir 3 bucaq Belə, düşmüşdü. müəllimə, belə, belə. Yox, keçən düşmüşdü. O bizim Yox, keçən il yıxılan duran idi. Hə, belə. Müəllimə birisi deyir. Hə. Siz köhnələrdənsiz deyə siz bilirsiniz onlardan. Müəllimə bir. Biz bunun adını yıxılan duran qoymuşuq. Bunu deyirsiniz müəllimə. Hə, keçən il bundan düşmüşdü müəllimə, bəli. İndi deyəcəm. Gözləyin. Nərdivanı öyrənə bildiniz. Gözləyin. Nərdivanı öyrəndik. Bəli. Hə, bax stop deyirsinizsə, yəni yes, okay deyirsinizsə, mən nərdivandan əl çəkirəm, gedirəm yıxılan dayanama. Bəli, nərdivanı bildim müəllim, rahat ol. Hə, super. Nərdivan bildiniz. Böyür üstə gələ bilər, ağız üstə gələ bilər, amma temanı tutun ki, bu nərdivandır. Nərdivan pləkanları necə olur buna üçün? İndi müəllimənin dediyinə baxaq, yıxılan dayanama baxaq. İçsə deyirik müəllimə. Biz buna deyirik, biri yıxılır, biri dayanır. Məsələn, ola bilər ki, bu şəkildə neçə dənə bucaq var deyir. Birinci gəlin dayanan üç bucağa baxaq. Dayananı qırmızı ilə yazıram. 1, 2, 1, 2. Toplayırsan 3-ün 3-ə. 6 dənə buradan. Yadınızda saxlayın. 6 dənə. Bir də yıxılana baxın. Yıxılana baxın. Yıxılanda 1, 1. Başqa yoxdur ki. 3 dənə də buradan. 6 da bayaq var idi elə. 6 fecəli 9 dənə. Aydın oldu müəllimlər? Yıxılan bir götürdük onu. Başqa şey yoxdur xaymə. Birdən başqa nə var burada? Bir dənədir də. Burada var bir dənədir. Bir dənədir də. Başqa yoxdur axı. İndi məsələn var mənim ola bilərdi 2 dənə olsun. Bax məsələn qoy çəkim. Dayanan. Elə. Ha biri də yıxıldı. Düzdür mənim? Gəlin birinci dayanana baxaq. 1, 2, 1, 2, 1, 2. Toplamda neçə dənə oldu dayanan? 6 dənə. 9 dənə. İndi yıxılana baxıram. Yıxılan birisi hansı? Bax, qırmızı ilə eləyirəm.
Yıxılan budur. Bax, bunu da qoy sizin üçün silim ki, gözünüzü ağrıtmasın. Bax, bunu da sildim, bunu da sildim, bunu da sildim elə. Mənmir, baxın. 1, 2, 1, 2, 1, 2. Gördünüz? 3, 3, 3. 9 dənə də buradan oldu mu mənmir? Toplamda 18 dənə. Başa düşdük yıxılan dayananın da qaydasını. Bir düstur da demişdin de o gün. Abi, bu lazımdır. Lazımdır, düstur lazımdır. Hələ bu lazım. Bunu başa düşdünüz yıxılan dayananı. Mən orada niyə ki, mən tapmadım. Nə? Nə ki? Mən ilk dəfədir bu dərslərdəyəm belə də. Bayaq Bilmirəm. bir idi. İlk dəfədir mən 2 niyə yuxarı düzdür, aşağıya 1, aşağıya da 3. Mənmir, birinci, yıxılan dayanan bəs niyə onun adını qoymuşuq? Birinci ayrıcana, yuxarıdan gələnə baxırsınız. Ayrıca. Unudun hər şeyi, yuxarıdan gələnə ayrıca baxın. Başa düşdünüz necə yazdım? 1, 2, 1, 2, 1, 2. Və bu işləri hardan almışam? Yuxarıda dayananla işim qutardı, sonra yıxılanla iş görürəm da. 2 dəfə iş görürəm. Bir dəfə yıxılanla, bir dəfə dayananla. Yəni siz o şəkillərə ayrı-ayrı baxın. İndi qoy mən sizə nümunə verim. Nümunə üzərində bir dənə məşq edin. Müəllimlər, məsələn, yazaq. Birinci dayanana baxın, sonra yıxılana baxarsınız. Bu yazın görün. Nə oldu müəllimlər, yazdınız? Bəli, müəllim. Arzu müəllimə, burada mən dayananı tapıram, yıxılanı tapa bilmirəm. Dayananı 40 tapdım, amma yıxılanı işləyə bilmirəm. Yıxılanı da müəllimə içinə baxın da. Yıxılanla işləyə bilmirəm. Yıxılanı Bilirsiniz niyə müəllimə? Yazırsınız, rəqəmləriniz üst-üstə düşür, ona görə çaşırsınız da. 1, 2, 3, 4. 1, 2, 3, 4. İndi mən pauzlayıb sizin üçün yazaram, görərsiniz. Toplamda 40 aldınız. Bunu hamınız başa düşdünüzdə yıxılan dayananın qaydası budur da. Bu 40. Elə mənmi? 40 yadınızda saxlayın. Müəllimə, bunu yazdım. İndi canım gözüm, bunu sil də. Sil, sizi çaşdırmasın. Siz silmirsiniz deyə bel-belə çıxır hamısı, ona görə də doğru çalışırsınız. Bax, təzə gün bunlar Yıxılana bir baxın da, müəllim onda asan olur.
Bax müəllimə, təsəvvür edin ki, beyninizdə o yıxılana düzünə baxırsınız. Elə bir şey ağac yıxılıb böyür üstə. Elə. Bax buradan. Bax o yıxılan sizin budur. Qoy biraz qalın eləyim. Bax budur bax müəllimə yıxılanınız. Görürsünüz? Tamam mı? Müəllimə, mən bərəqi tərsinə fırlayıb baxıram. Ay, yaxşı edirsiz. Mən bir şey oldu, hə. Gözəl oldu. Hə, müəllimə, mən indi başa düşdüm. İndi aşağıdan 1, 2, 3 yenə. 1, 2, 3. 1, 2, Bərəqi 3 fırlamaq belə. istəyirsiniz. 1, 2, 3. Hə, hə. 1, 2, 3. Müəllimə düz eləyir, bax, bərəqi. Prosta mən fırlaya bilmirəm, bax, indi planşeti. 6, Hə, indi başa 6, düşdüm. 2, 3, 4, 5. 30 da buradan, elə müəllimlər? 70 müəllimə. 70 eləyəcəm müəllim. Mən orada Toplama 70. 7 Gördünüz əvəzinə mü? 8 Öyrənə bildik bu yıxılan dayananı. Kombinzonsuz, zülümsüz, zillətsiz öyrəndik bunu. Hə? Bir dənə də Lap yuxarı niyə yazmadıq müəllimə? O yuxarıda qalan 4 dənə hissə var oranın. Canım gözüm, onu o dayananı. Dayananı ayrı edirik, yıxılanı ayrı edirik müəllimə. Yıxılan ayrı hayvanı, dayanan ayrı. Arzu müəllimə, nə olar bir sual da verin müəllimə. 50 qəpik. Sadəcə 12 keçir. Qurban olsun. Müəllim, nə deyim? Bir dənə şəkli, hə, amma silindi də. Qoy təzən çəkirəm müəllimə birində. Yenə işləyəcəksiniz. Mənim sualım nə idi? Ən birinci var, sözünüzü kəsirəm, üzr istəyirəm. O bir növ beləncə elə bir ki, yıxılanı da ona söykəyəndə hansına oxşayır? O yazırdığı 1, 2, 3, sonra 2, 3, 4. Niyəsə qayıdır onu. O başqadır. Ona bilirsiniz nə deyək? Çalsarpaz deyək də. Bu sizin dediyiniz budur bax. Onu öyrədəcəm. Hələ dayanın. Hələ qoy bir yıxılan dayananı öyrədim, dayanın. Sistemsiz getməyək də. Təzə müəllimlərimiz var. Çaşacaqlar ki, bu nə idi, bu nə idi. Yəni siz gör nə qədər qoşulmusunuz. Mən hər ikisini ayrı-ayrılıqda başa düşmüşəm. Prosto elə üst-üstə qoyanda gəlir oxşayır bu ikinci şəklə oxşayır. Bu bir bax mən hərəsinin adını ayrı-ayrı qoydum. Yıxılan dayanan, nərdivan, birinin də adını qoyacağıq çalsarpaz. Yaxşı? Özünüz. Bunları qeyd kimi gərək müəllim ayrı-ayrı yazaq. Yıxılan dayanan elə də əzbərləyək. Həm də özümüz üçün müəllim qeyd götürsək, hər dəfə baxsaq yadımızda. Ay, sağ olsun. Mən ona görə sınaqları şeydə verirəm də, Word-də verirəm ki, üstündə qeydlər götürsünüz. Hə, bunu yazın görün. Neçədir mən suda? İndi biraz əyri çəkin böyüdəsini görürsən. Amma eyni. Amma bu xeyli işlədi ya məndə. Baxaq müəllimə. Arzu müəllimə, burada mən o başa düşmədim. 48 aldım, düzdür yoxsa? Almışsın. 400. Almışsın müəllimə. Ay müəllimlər, şəkili 2 dənə çəkin, siz götürün qıraqda ayrı-ayrı. Ayrı-ayrı tapın, sonra toplayın. Yox, ayrı-ayrı eləməsin. Elə vərəqi fırlatsın. Vərəqi fırlatsın. Elə lap asan da olur. Ayrı-ayrı çəksələr lap asan da olur. Məncə yox, ayrı-ayrı çəkməyə vaxt istəyir ki, vərəqi fırlasın. Bax, birinci dayanan üçbucaq budur da, müəllimlər. Adam görür ki, bu dayanıb. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Elə? 24 dənə buradan. Sonra gəlin yıxılana baxaq. Bax, yıxılan budur bax. Sarı rənglə qeyd edirəm amma. Yıxılan budur. Qoy bunu da içinə ağardım. Rəqəmlər sizi qarışdırmasın beyninizi. Bax. Gördünüz mü? Nə yazaq? 1, 2, 3. Elə? 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 6,
8, 3, 4. Neçədən oldu müəllimlər? 24 da buradan elə. 24 Hə. etmədi də. İşte toplamda 48 dənə. Tapışdınız müəllimlər? Bəli, müəllim. Ay sağ olun. Başa Bəli, düşdünüz bu müəllim. qaydanı? Ay sağ olun. Allah köməyiniz olsun müəllimə, bəli. Əslində, bax bir dənə bunlardan gələ bilər. Modelin içində çünki var. Modelin içində var, bundan gələ bilər. Sonra müəllimə, bax bir dənə də gəlin bundan eləyək. Bu ot tayası kimi bir şey düşünək. Gəlin bunun adını ot tayası qoyaq, hə? Birinin adını nərdivan qoyduq, birinin adı yıxılan dayanan qoyduq. Bunun da adını qoyaq ot tayası. Bax belə olanda ot tayası. O tayanın üstünə şeylər qoyurlar. Nədir onun adı? Ki ot dağılmasın. Ot tayası deyək. Mənim adını dəyişdiniz, biz o birisini öyrəşmişdik. Bunun adı nə idi? Əyş demişdiniz. Əydə-şüdəş. Havuzun əydə-şüdəş. Müəllim, bunu necə yazırlar? 1, 2, 3, 4. 1 ilə başlamışdınız elə, aşağını 2 ilə başlayın. 2, 3, 4, 5. 2 ilə başlamışdınız elə, aşağını 3 ilə başlayın. 3, 4, 5, 6. Yadınızda saxlayın, tayanın bax bu düyünlənmiş hissələrinə buradan başlayırlar. Birdən soldan başlayarsınız, səhv edirsiniz. Toplayaq 3, 6, 10. Əydə-şüdəş deyək buna yaxşı. 5, 4, 9, üstədə 5 gələndə 14. 7, üstədə 11 gələndə 18. Gördünüz mü müəllimlər? 32, 42 dənə. Nə tər fikirdir? Başa düşdük? Yəni, elədir, o üçbucağın təpəsindən endirilən düz xətlərə perpendikulyar kimi olanda paralelliyə əlaməti deyirsiniz nərdivan. Düz başa düşdüm mən eldə. Bəli. Belə də olanda nərdivan olur. Amma hər təpəsindən birini baş təpədən, birini yan təpədən aparanda bu əydi-şüdüş. Bir də ki, o dediyim dayanan ayaq sidir. Hə, belə yazarıq elə biz də özümüz üçün qeyd etdik. Hərdən müəllimə, yazınızı sağlayın, yıxılan dayanan. Ya bir əydi-şüdüş. Yox, buna maili də deyirdik. İlk dəfə maili demişdik. Hə, beynimizdə hansı qalır onu saxlayın. Hə. Əslində o qaydada kombinizonun nə uzun qayda deyil, müəllimlərə çaşarsınız. Mən keçən müəllimlərə kombinizondan öyrətmişdim, bilmirəm, YouTube dərslərimə baxmışsınızmı? Sonra fikrimi dəyişdim ki, kombinizon... Müəllim, bu yaxşıdır, kombinizon adamı görür. Hə, kombinizonun xətləri saymaq var, soldan sağdan, onu görə olar sizə. Ən yaxşısı budur. Sayın görün neçələrdə? Sabahları hospik öyrənərik, sağal məsələləri. Sabahki dərsimiz, sabah dərsimiz var olsa. Evet. 27 dənə mən yazana qədər hamı yazır səhifə. Əydi-şüdüş. Müəllimənin dediyi əydi-şüdüş. Deməli müəllimlər, bax, 1, 2, 3. Əydi-şüdüş deyirlər. 1 ilə başlamışdım elə, indi 2 ilə başlayıram. 2, 3, 4. 2 ilə başlamışdım elə, indi 3 ilə başlayıram. 3, 4, 5. Toplayırsan 6. Toplayıram 9. Burada da 12. Toplayaq. 6 üstə gəl 9, üstə gəl 12. O da deyir neçə? 27. Başa düşdük müəllimlər? Bəli, bəli. Allah köməyiniz olsun. Əlasısınız. Üçbucaqla bağlı başqa qeyri-adi heç nə gələ bilməz. Yəni üçbucaqla bağlı nə sual düşür, biz onu elədik. Yaxşı müəllimlər? Hər cürünü elədik ya, həqiqətən. Hər cürünü elədik, qutardı getdi. Yəni bu NATO arxasında elə belə bunları işlədirsiniz da bilməyimiz üçün, deyil? Bunu hobi kimi işlədirəm. Əslində bizim dərsimiz 12 yazdım. Plus mən əlavə işlədim. Mən bilirsin, birinci dərsdə mən qoşulanda tospik demişdiniz, nə demişdiniz? O tispağa məsələsi. Onu gələn dəfə tospiki gələn dəfə öyrədəcəm. O tospik. Tospikin beləsini də öyrədəcəm. Bax, sizə tospikin 2 dənəsini də öyrədəcəm. Belə var idi, keçən dəfə düşmüşdü belə. Onu əslində mən YouTube-da çəkmişdim, bax belə tospik. Bu tospiki də öyrədərəm. Belə. Var idi sizdə. Müəllimlər, gedin dincəlin. Allah amanında. Sabahları ikinci gündür, eləmi?
Üçüncü gün saat Arzu 10'da müəllimə. bir dəqiqə mən özür istəyirəm. Üçüncü gün saat 10'da bizim yanvar qrupu ilə dərsimiz var. Ürəyiniz istəyirsə gəlin. Müəllimlər, valla bizim bu biri müəllimlərimiz hamısı bax belə gələ təkrar eləyə öyrəniblər. Gəlin o qrupdan da nəsə bir şey. Sağ olun müəllimə. Çox yaxşı başa saldınız. Gələrək, çox sağ olun. Təşəkkür edirik. Yəni o qrupda faiz nisbətən azibdəsiz elə. Yox, bax qulaq asın mənə. Bax bu qrup sıfırdan aprel qrupumuzdur. Bu gün açıldı. Şükür Allaha. Yaxşı da dərsimiz keçdi. Maşallah olsun. Valla çox da yaxşıdır. Səs-küy də olmadı. Heç bir problemimiz yoxdur. Şükür. Bu gün bax bu sıfırdan qrupdur. Amma sabahçı yanvar qrupunda bilmirəm hardayıq. Onun yanvar qrupunun müəllimləri bilirlər. Amma qoşularsınız. Baxın, mənim Trigonometri funksiyalarda. Aysa tərs Bəli, kim tərs trigonometri. öyrənmək, təkrarlanmaq istəyirsə, Qoşulaq da. hə, bax qeyd edin, sabah saat 10 tamam, mən sizi qonaq dəvət edirəm. Gəlin də başınızda durmursunuz. Kim də var eləmə. Sabah hə, kurikulumuz da var. Всё. Sağ olun müəllim. Cəzaət xeyrə qalsın. Xeyrə Arzu qalsın. müəllimə. Allah'a emanet. Arzu müəllimə. Atacan. Arzu müəllimə. Bəli. Bəli, işlərin axşamınız xeyir olsun. Hər Bütün həmkarlarım başda siz olmaqla hər birinizi salamlayıram. Mən sabah əməliyyata girirəm. Hamınızın dualarınız mənim üçün önəmlidir. İnşallah ki, Köməyiniz olsun. Xeyirlisindən olsun. olun, canım gözüm. Sağ olun. Sağ olun. Sağ olun. Xeyrə qalsın. Sağ olun. Sağ olun. Xeyrə qalsın.